Vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə necə deyim, neqrin gülüşü deyim, yoxsa dodaq gülüşü deyim olan şirniyyat hazırlayacağıq. Burada bizim 1 stakan şəkərimiz, 250 qramlıq, yarım stakan südümüz, biraz yarım stakandan 1 xörək qaşığı yuxarı, yəni artıqdır. Yarım stakan da olar, yəni biraz artıq da ola bilər. Yarım stakan duru yağ, vanilimiz, qabartma tozumuz, burada bir də jilemiz var. Belə jilelər. 2 stakanda qatığımız var burada. İstəsəniz smetan da əlavə edə bilərsiniz. Yəni qatıq istəməsəniz smetandan da hazırlaya bilərsiniz. Burada yumurtamızı sarısını ağından ayırmışıq. Burada 5 dənə yumurtamız var. 5 yumurtanın da ağı bir qıraqdadır. Yəni 5 yumurtanın sarısının içərisinə bir bütöv yumurta da əlavə edək. 4 dənə yumurtanın sarısını bir dənə də bütöv əlavə etdim. Yumurtamızın ağını soyuducumuza göndərək, orada dursun. Hələ bizə bu lazım deyil. İndi başlayaq. Yumurtamızın sarısını mikserlə həll edək. Gəlin birinci jelemizi hazırlayaq. Biz yumurtalarımızı mikserlə çalınca jelemiz yəni şişib hazırlansın. Burada 3 xörək qaşığı dolu, yəni mənim xörək qaşığım çox böyük deyil. Biraz xırda ölçüdə olan xörək qaşığıdır, nə də çay qaşığı deyil. 3 xörək qaşığı jeli əlavə etdim. Jelatin deyim, jeli deyim. Yəni bax budur bundan. Belə bir paçkadır. Bunun üzərinə bir barmaq aşağı su əlavə edək. Qaynar su əlavə edirəm. Hələ məndən olsa biraz da jeli əlavə edək. Budur belə. Yaxşı həll edəndən sonra bir qırağa qoyub orada şişməyə buraxacağıq. Budur belə tam həll oldu. Buraxaq bir tərəfdə dinlənsin. İndi başlayaq yumurtamızı 1 stakan şəkərlə tam ağarınca həll edək. Mikserlə həll etdik ağarınca. Əgər mikseriniz yoxdursa, belə çırpıcı ilə da həll edə bilərsiniz. İndi bunun içərisinə ərzaqlarımızı əlavə edək. Duru yağımızı, və başlayaq mikserlə biraz həll edək. Hər ərzaqlarımızı əlavə etdikcə mikserlə həll edəcəyik. Qatığımızın üzərinə bir çay qaşığı çay sodası əlavə edək. Dediyim kimi, qatıq yoxdursa, smetan da əlavə edə bilərsiniz. Südümüzü əlavə edək. Ərzaqları əlavə etdik. İndi unumuzu əlavə edək.
Bir paçka vanilimizi əlavə edək. Qabartma tozumuzu əlavə edək. Burada kakaomuz var. Kakaomuzu əlavə edək. İki xörək qaşığı kakao əlavə edəcəm. Burada məndə böyük xörək qaşığıdır. Belə bir listimiz var, tuxovka listi. Listimin uzunu 40, eni 33 santıdır. Siz istəsəniz yağlı kağız sərə bilərsiniz. Yəni mən yağlı kağız sərmirəm. İçərisinə un əlavə edib, bax belə. Əvvəlcədən tuxovkamızı, petimizi isindirmişik. Əvvəlcədən isindilmiş 180-170 dərəcəli sobamıza göndərək pişsin. Alt-üst rejimdə pişəcəkdir. Yəni alt-üst eyni dərəcədədir. Petimiz pişdi. Çox gözəl, qəşəng, yumuşaq alınıbdır. Buraxaq biskvitimiz soyusun. Soyuyandan sonra kremləyəcəyik. Yumurtamızın ağını çalaq. Qabımızın içərisinə əlavə edək. Biraz duz əlavə edək. Və mikserlə biraz çalandan sonra şəkərimizi əlavə edəcəyik. Yumurtamızın ağını şəkərlə həll etdik. Bir qırağa qoyaq və burada bizim şantimiz var. Və soyuq südümüz var. Əgər süd yoxdursa da suda soyuq əlavə edə bilərsiniz. Şantimizi qabımızın içərisinə əlavə edək. Mikserlə çala-çala südümüzdən az-az əlavə edəcəyik. Siz istəsəniz şanti əlavə etməyə bilərsiniz. Belə qatılaşınca həll etdik şantimizi. İndi bunu hazır çalınmış şəkərlə yumurtanın içərisinə əlavə edək. Və bunun içərisinə bir çay qaşığı vanil əlavə edək. Və mikserlə bunu qarışınca həll edək. Jelemizi ocağımızın üzərinə aldıq. Biraz burada qaynadıb hazırladığımız şəkərlə yumurta şantinin içərisinə əlavə edəcəyik. Mikserlə çala-çala şantimizin, yumurtanın ağının, şəkərin üzərinə əlavə edəcəyik. Ya soyuducuya qoyun, ya da bir soyuq bir tərəfə qoyun, bərkisin. Biskvitimizi nəmləndirmək üçün burada bizim çox isti olmayan suyumuz var. Suyumuzun içərisinə
belə qatılaşdırılmış süd əlavə edək. Şantimizin bir paçkasını da qatacağıq. Burada südümüz var, soyuq. Şantimizi qabımızın içərisinə əlavə edək. Hazırladığımız jeleli qarışım tam bərkiməyib. Yəni məndə bir 10 dəqiqə durdu soyuducumuzda. Siz biraz artıq saxlayarsınız. İndi bunu hazırladığımız biskvitin üzərinə əlavə edəcəyik. Şokoladını hazırlayaq. Burada 4 xörək qaşığı kakaomuz var. 5 xörək qaşığı südümüz. 50 qram da içərisinə kərə yağı, 1 xörək qaşığı şəkər əlavə etdik. İndi bunu ocağımızın üzərinə qoyub həll olunca bişirəcəyik. Niger gülüşümüz hazırdır. Bu da bizim şirniyyatımız. Çox gözəl, möhtəşəm alınıbdır. Kəsək içərisinə baxaq.